Bismillahirrahmanirrahim və bihi nəstə'in innehu xeyru nasirin və mu'in. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. İnşallah bugünkü mövzumuz nəfsin xəstəliklərinin müəyyən edilməsi haqqında olacaq. Yadınızdadırsa biz ötən bəslərimizdə qeyd etdik ki, əxlaq elminə ruhani tibb, tibb elminin özünə isə cismani tibb deyilir. İndi isə cismani tibb haqqında bir neçə məsələyə işarə etmək istəyirəm. O da budur ki, əgər bir nəfər xəstələnərsə, bu şəxsin xəstəliyini müalicə etmək üçün ilkin mərhələ olaraq nə edirlər? Bu şəxsin xəstəliyinin diaqnozunu qoyurlar. Yəni, əvvəl mərhələ insan bədənindəki xəstəliyin diaqnozunun qoyulmasıdır. İkinci mərhələ həmin xəstəliyə səbəb olan amilləri aşkar edib tapmaqdır. Üçüncü mərhələ isə həmin xəstəlikləri müalicə etməkdir. Baxın, bu müalicə isə iki növə ayrılır da. Biri ümumi müalicədir, digəri isə hər hansısa bir məxsus xəstəliyə aid olan, belə deyək, xas bir müalicə gedir həmin xəstəlik üçün. Bu, ümumi bir qanundur, hamıya məlumdur. İndi əgər bir nəfər istəyirsə, öz ruhundakı xəstəlikləri, günahları müalicə eləsin, onları aradan qaldırsın, onun da vəzifəsi budur ki, bu ümumi qanuna əməl etməlidir, riayət etməlidir. Baxın, günahlar, qəbahətlər insan ruhunun xəstəlikləri sayılırlar. Yəni, insanın əxlaqdan kənara çıxması səbəbilə bəzən görürsən ki, insandan mənfi xüsusiyyətlər, mənfi sifətlər baş verir. Günahlar qarşıya çıxır. Və yadınızdadırsa, elə biz əvvəlki bəhslərimizdə də qeyd etmişdik ki, fəzilətlərin və qəbahətlərin ki, insandan baş verir, bunların yaranma səbəbi insan nəfsində olan ya ağıl qüvvəsidir, ya şəhvət, qəzəb və yaxud da ki, hilə qüvvəsidir. Bu dörd qüvvəyə qayıdır bu insandan baş verən qəbahətlər və ya fəzilətlər. Elə yeri gəlmişkən, burada bunu da diqqətinizə çatdırım ki, şəhvət qüvvəsinə cazibə qüvvəsi də deyilir. Yəni necə? Məsələn, insan öz nəfsinə xoş gələn hər bir şeyi bu qüvvə vasitəsilə əldə eləməyə çalışır. Özünə cəzb eləyir, yəni xoşuna gələn şeylərə meyilli olur. Və qəzəb qüvvəsinə isə dafiə, dəf edən, yəni kənarlaşdıran qüvvə də deyilir. Yəni, insan bu qüvvə vasitəsilə, belə deyək, öz nəfsinə xoş gəlməyən hər nə varsa, onu özündən uzaqlaşdırır. Xoşuna gəlməyən şeylərdən kənar gəzməyə çalışır. Və qeyd etdiyimiz bu qüvvələrin öz yolundan çıxması da iki qismə bölünür. Birincisi, ya kəmiyyət baxımındandır, ikincisi isə ya da ki, keyfiyyət baxımından. Və bu qüvvələrin hər biri kəmiyyət baxımından da öz yolundan çıxmaqda iki qismə ayrılır. Birincisi budur ki, öz normal həddindən çıxaraq ifrat etməsidir. İkincisi isə hətta öz normal həddinə çatmayaraq təfritə varmasıdır ki, bunlar həm də kəmiyyət baxımından insanın hər hansısa bir məsələdə ifrat və ya təfrit etməsinə səbəb olur. İnşallah bunların hər birinə gələn bəhslərimizdə ətraflı misallar çəkəcək. Amma mən qısa olaraq bunu qeyd edeyim ki, istər mənəvi məsələlərdə olsun, istər maddi məsələlərdə olsun, insanın ifrat və təfrit etməsi onun zərəri ilə nəticələnər. Və diqqət edin, burada bu məsələdə əzizlər, cismani xəstəliklərdə də bu cürdür. Baxın, bir insanın yemək yeməsi üçün ona ilk öncə nə lazımdır? Məlum məsələdir ki, normal iştah olması lazımdır. Düzdür? Amma biz bəzən görürük ki, elə insanlar var ki, onların iştahı həddindən çox artıqdır. Yəni, bu insan yeyir, doymur. Bütün günü yeyir, amma doymur. Yəni, bu şəxs artıq bu məsələdə ifrat etmiş sayılır.
Və bir də bunun tam əksi var. Görürük ki, bəzi insanlarda var ki, bunların iştahı həddindən artıq çox-çox aşağıdır. Yəni bu insan ümumiyyətlə zərurət miqdarında da belə yemək yemir. Yəni o necə ki balaca uşağa qaşığı zorla tökərsən boğazına ki yesin, bəzi insanlar o cürdür. Bu insanlar da bu məsələdə təfrid etmiş sayılırlar. Baxın, bunların hər ikisi anormallıqdır. Yəni normal bir hal deyil. Bunların hər ikisi axır əvvəl insanda bir xəstəliklərə gətirib çıxardar. Və bunu da diqqətinizə çatdırım ki, baxın, az yemək ayrı şeydir. Biz əvvəlki bəhslərimizdə də qeyd etmişdik. Öz zərurət miqdarında yeməyi yeməmək bu tamam fərqli bir şeydir. Bu olmaz, bu zərərdir. Bəli, az yeməyin faydaları var və özü də bir sağlamlıqdır. İndi isə qeyd etdiyimiz bu qüvvələrin keyfiyyət baxımından öz yolundan çıxması da buna bənzəyir ki, məsələn, fərz eləyin bir nəfərin kəmiyyət baxımından iştahı normaldır. Amma keyfiyyət baxımından isə bunda artıq anormallıq var. Məsələn, necə? Bir insan təsəvvür edin ki, torpaq yeyir, kömür yeyir, nə bilim, çürümüş ət yeyir. Bax, bunlarda kəmiyyət baxımından iştahda müşkül yoxdur, problemləri yoxdur, yeyirlər. Yəni, iştahları var. Amma yedikləri şeyin keyfiyyəti baxımından problemləri var. Burada anormallıqları var. Məsələn, içilməyən şeyləri içməsi, qeyd etdiyimiz kimi yeyilməyən şeyləri yeyirlər. Bu artıq olmaz. Və bu qeyd etdiklərimizdən də məlum olur ki, insan nəfsindəki qüvvələr ki, biz qeyd etdik, bunların ən əsas nədir? Xəstəliklərinin 3 dənə növü var. Bunun birincisi, öz normal həddindən çıxaraq ifrat etməsi nəticəsində yaranan xəstəliklərdir. İkincisi isə öz normal həddindən geriyə qalaraq təfrit etmək nəticəsində yaranan xəstəliklərdir və üçüncüsü isə keyfiyyət normallığının pozulması nəticəsində yaranan xəstəliklərdir ki, bunlar hər biri insandakı qüvvələrin xəstəliklərinə, yəni insandan günahların, fəsadların baş verməsinə səbəb olar. Dəyərli izləyicilər, inşallah bu mövzumuzun davamını gələn verilişlərimizdə danışacaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.